Hörmətli xanım sədr, hörmətli həmkarlar, hörmətli mətbuat nümayəndələri. Hörmətli xanım sədr, siz haqlı olaraq Avropa Parlamentinin dünən qəbul etdiyi qətnamənin nə hüquqi baxımdan, nə də siyasi baxımdan qəbul olunan bir yanaşma olmadığını qeyd etdiniz. Həmkarlarım da bu barədə toxundu. Həqiqətən də Avropa Parlamenti düzdür, indiyə qədər də bu barədə çoxlu belə lazımsız sənədlər və kağız parçaları qəbul edibdir. Amma bu dəfə doğrudan da Avropa Parlamenti artıq bütün sərhədləri aşdı və açıq şəkildə özünü bir hakim kimi, məhkəmə orqanı kimi, prokuror kimi aparmağa başladı və qəbul etdiyi həmin sənəddə Azərbaycana qarşı olmazın yalanlarını əks etdirdi. Güya Azərbaycanda kimsə siyasi mənsubiyyətinə görə, siyasi fəaliyyətinə görə, hətta etnik mənsubiyyətinə görə həbs olundu. Bunlar təbii ki, ağ yalandır, bunlar manipulyasiyadır, bunlar təbii ki, qəbul edilməzdir. Hər kəs gözəl bilir ki, Azərbaycanda siyasi pluralizm də var, demokratik dəyərlərə də hörmət olunur, insan azadlığı da qorunur. Heç bir kəs onun öz söylədiyinə görə, siyasi fəaliyyətinə görə təqib edilmir. Amma Avropa Parlamenti görünür, yenə də öz ampulasındadır, yenə də bu cür köhnə əsaslı narrativlərdən çıxış edərək Azərbaycanı, necə deyərlər, hədəf götürür və əlbəttə ki, bəllidir, bu cür dairələri indiyə qədər Azərbaycanla bağlı, ümumiyyətlə Cənubi Qafqazda baş verən hadisələrlə bağlı bir dəfə də olsun obyektiv və reallığa söykənən bir mövqeyi olmayıbdır. Biz bu adamlardan başqa nə gözləyə bilərik? Bunlar əgər Azərbaycanın haqq səsini eşitməyirlərsə, Azərbaycanın ərazi bütövlüyünə, suverenliğinə heç vaxt hörmət etməyiblərsə, bugün Azərbaycanın suverenliğinə qəsd edən insanları nə bilim, siyasi məhbus adlandırırlarsa, Azərbaycanın təhlükəsinə qarşı, Azərbaycanda dövlətə xəyanətdə suçlandırılan, Azərbaycanda dövlət çevrilişində ittiham olunan şəxsləri əgər onlar hər hansı bir siyasi don geyindirirlərsə, onların zaten xisləti bəllidir. Ona görə də hesab edirəm ki, bu cür yanaşmalar artıq Azərbaycanda heç bir siyasi, hüquqi əhəmiyyət kəsb etmir. Biz bunu qəti şəkildə pisləyirik. Bir də hörmətli xanımsa da, hörmətli həmkarlar, bugün Avropa Parlamentinin həm də o iki üzlülüyü və siyasi riyakarlığı onunla izah olunur ki, bizim qonşu Ermənistanda bilirsiniz ki, son zamanlar nə qədər ictimai siyasi şəxslər həbs olunurlar. Dini və ictimai siyasi xadimlər təqib olunurlar. Təbii ki, bu başqa bir məsələdir. Amma mənə burada maraqlandıran budur ki, bir dəfə də olsun Avropa Parlamenti bu Ermənistandakı baş verən hadisələrə qiymət verməyibdir. Niyə? Çünki ikili standartlar tətbiq edir. Çünki Ermənistan onun üçün başqa bir ölkədir. Amma Azərbaycanda hər hansı bir adi bir məsələni şişirdərək, özünün o hüquqi məzmunundan, məcrasından çıxardaraq ölkəmizə qarşı təzyiq elementi kimi istifadə edirsə, əlbəttə bu qəbul edilməzdir. Bunu biz qəti şəkildə pisləyirik. Digər bir tərəfdən bugün təəssüflər olsun ki, artıq Avropa Parlamenti özünün elan etdiyi dəyərlərdən tamamilə kənara çıxıbdır. Bir qurum olaraq tamamilə degradasiyaya uğrayıbdır. Beynəlxalq humanitar qanunlara, beynəlxalq hüquq normalarına və qəbul etdiyi ümumi prinsiplərə zid hərəkət edir. Və faktiki olaraq bugün Avropa Parlamenti yalnız bir qrup lobbinin əlində bir, nə bilim, alətə çevrilibdir. Çox təəssüflər olsun ki, bugün biz bu reallıqla qarşı-qarşıyayıq. Amma buna baxmayaraq, hesab edirəm ki, Azərbaycanda ictimai siyasi fəaliyyətə məşğul insanlar, dövlət adamları, ayrı-ayrı deməli ekspertlər çox gözəl bilir ki, Azərbaycan bugün həyata keçirdiyi müstəqil siyasət, Azərbaycan bugün milli maraqlara söykənən prinsipal mövqeyi əlbəttə ki, bu cür dairələri narahat edir və hər belə imkandan istifadə edərək bizə qarşı bu cür hücumlar təşkil edirlər. Amma bunlar əlbəttə ki, faydasızdır. Azərbaycan öz yolundan davam edəcək, öz prinsipal mövqeyini, necə deyərlər, sona qədər həyata keçirəcəkdir. Ona görə də bugün Milli Məclisin də bu məsələyə münasibət bildirmək səbəbəm təqdirə layiqdir. Əminəm ki, biz öz mövqeyimizi rəsmi şəkildə ifadə edəcəyik. Təşəkkür edirəm.